Əziz uşaqlar, nağıllarımıza davam edirik. Uşaqlar, bilirsiniz ki, mən sizə həm öz xalq nağıllarımızı danışıram, həm də başqa xalqların nağıllarını danışıram. Bu günlərdə Avropa xalqlarından birinin nağılını danışacağam. Nağılımızın adı İki Bacının Nağılıdır. Biri var idi, biri yox idi. Kiçik qəsəbələrin birində bir ailə yaşayırdı. Bu ailənin iki qızı var idi. Böyük qızının adı Ayla, kiçik qızın adı isə Anya idi. Qızlar mehriban qızlar idilər, çox gözəl, qəşəng qızlar idilər. Amma böyük qız Ayla çox işgüzar, çox səliqəli, anasına hər işdə kömək eləyən olduğu halda, kiçik bacı Anya isə tənbəl, ərköyün bir qız idi. Anası nə qədər Anyanı başa salsa da, ona iş buyursa da, Anya tənbəlliyindən əl çəkmir, heç bir işə əl qoymurdu. Anasına, bacısına heç vaxt kömək eləməzdi. Günlərin bir günündə ana bazara getməyə hazırlaşır, şəhərə gedir. Anya da deyir ki, mən də gedirəm. Anası da Anyanı götürüb bazara gedirlər. Evdə qalan ailə bütün evi yığışdırır, işlərini görür, qutarır. İşi bitirəndən sonra bağçaya gedib, balaca skamyada oturub, əlində yarımçıq qalmış corabı toxumağa başlayır. Və özünə zümzümə eləyə-eləyə, mahnı oxuya-oxuya corabı toxuyur. Birdən həyətdəki xoruz skamyanın üstünə atılır və bundan diksinən, bundan qorxan ailə əlindəki milləri, corab toxuyan o əşyanı, mili əlindən salır. Və də skamyanın da yanında bir quyu var idi. Və bu mil də, toxuduğu o corab da əlindən düşür quyunun içinə. Ayla nə qədər o tərəfə baxır, necə eləsin, nə tər eləsin, corabı da, mili də hamısı düşdü quyuya. Quyunun da yanında vedrə var. Həmişə bu vedrə ilə su çəkirlər. Ayla oturur vedrənin içinə, minir, düşür quyuya ki, milini, corabını oradan çıxartsın. Lap quyunun dibinə çatanda baxır, görür ki, heç quyuda su yoxdur. Hər gün bu quyudan su çəkirlər, ancaq quyunun dibi qupqurudur. Burada su zad yoxdur. Ayla vedrədən çıxır və başlayır quyunun dibi ilə getməyə. Gedir, qabağına bir dənə dovşan çıxır. Dovşan yerdə oturub, oy ayağım deyib, ayağını tutub möhkəm çığırır. Ayla yaxınlaşır, nə olub sənə, balaca dovşan? Dovşan deyir ki, ayağıma tikan batıb. Aylanı təəccüb edir, dovşan danışırmış ki. Ayla dovşanın ayağına baxır və tikanı çıxardır. Dovşan durur, atılır və qaçır meşəyə. Ayla yavaş-yavaş gedir, öz milini, corabını axtara-axtara o tərəfə, bu tərəfə baxır. Görür ki, yolun qırağında bir qızıl gül kolu var. Kolun üstündəki qızıl güllər quruyub, kolun yarpaqları hamısı öləşdiyib. Tez görür ki, kolun dibi qupqurudur. Tez vedrəni götürür, quyudan yaxınlıqdakı yer arxdan suyu götürür, gətirir, tökür qızıl gülün dibinə. Qızıl gülün çiçəkləri açır, hər tərəfi bir dəqiqədə gözəl ətir bürüyür. Ayla çox sevinir. Yenə yoluna davam edir. Yenə corabını axtara-axtara sağa baxır, sola baxır. Birdən başını qaldıranda görür qabağında bir qoca nənə var. Qoca nənə deyir ki, sən burada nə gəzirsən, nə istəyirsən? Ayla hörmətlə salam verir, deyir ki, bəs mən corabı axtarıram, toxuduğum corabım düşdü bura, onu axtarıram. Qoca nənə deyir ki, hələ sən mənim başıma bax, mənim başımdan biti təmizləyə bilərsən. Ayla baxır nənənin başına, görür nənənin başında o qədər bit var, o qədər sirkə var, heç nə demir. Başlayır nənənin saçını təmizləməyə. Nənə görür ki, Ayla onun başını qəşəng təmizləyir, deyir ki, yaxşı qızım, sən otağa mənim komama keç, evimə keç. Mən indi gəlirəm, mən bilirəm sənin corabın da, millərin də hardadır, indi mən gətirirəm.
Ayla girir içəri, baxır, görür koma elə səliqəsizdir. Mizin üstündə bulaşıq qablar var, çarpayı yığılmayıb, yer çox, döşəmə çox pis gündədir. Başlayır tez döşəməni süpürür, çarpayını yığışdırır, qabları yuyur, təmizləyir və səliqəyə salıb. Elə evi səliqəyə salmışdı ki, bir də görür ki, nənə gəldi, əlində onun corabı da, milləri də. Ayla çox sevinir. Nənə deyir ki, istəyirsən Ayla, burada mənim yanımda qal. Sən mənim çox xoşuma gəldin, sən çox yaxşı qızsan. Ayla deyir ki, yox nənə, mən qala bilmərəm. Mən evə gedirəm. Anam məndən çox narahat olar. Nənə deyir, yaxşı, bu otağa keç deyib qonşu otağı göstərir. Ayla qonşu otağa keçəndə görür ki, orada bir dənə güzgü var. Güzgünün qabağında o qədər gözəl, qiymətli əşyalar, qızıl sırğalar, boyunbağlar, o qədər gözəl saç bəzəkləri var. Nənə deyir ki, Ayla, nə qədər istəyirsən götür, hansını istəyirsən götürə bilərsən. Ayla oradan bir qızıl daraq götürür anasına verməyə, bir dənə öz üçün, bacısı üçün, Anya üçün sırğa götürür, özün də saçına vurmağa bir dənə saç bəzəyi götürür, sancaq götürür. Nənə baxır ki, Ayla heç nə götürmədi, 3 dənə cəmi şey götürdü. Dedi, niyə götürmüşsə? Deyir, bu mən biri anama hədiyyədir, biri bacıma, bu da mənimdir. Nənə onda pərdəni çəkir, deyir ki, Ayla, orada gözlə. Nənə pərdəni çəkən kimi Ayla baxır ki, əynində çox gözəl şəhzadələrin paltarı kimi çox gözəl bir paltar var. Nənə təzədən pərdəni açır, deyir ki, paltarını bəyəndinmi? Ayla deyir, çox gözəldir nənə, çox bəyəndim. Deyir, onda yaxşı, gözlərini yum. Ayla gözlərini yumur. Bir də gözünü açanda baxır, görür ki, düz evlərinin qabağındadır, qapının ağzındadır. Və bu zaman xoruz başlayır kəmdən banlamağa. Və anası da, Anya da tez həyətə qaçırlar və anası Aylanı görüb çox sevinir. Sən hardaydın? Ay qızım, mən çox narahat olmuşdum. Bu nə gözəl geyimdir sənin, nə gözəl paltarın var. Bunu deyənsə Anyadır. Anya tez bacısının yanına qaçır. De görün bu paltar sənə hardandır? Ayla gülür, deyir ki, bir dəqiqə mən hər şeyi sizə danışacağam. Ancaq əvvəlcə ana al, bax bu daraq sənindir. Sənə hədiyyə gətirmişəm. Bax bu sırğalar da Anya sənin üçündür, sənin üçün gətirmişəm. Bu saç sancağı da özüm üçün götürdüm. Anası deyir, bir başa sal görək, sən hardan gətirdin bu qiymətli, bahalı şeyləri sənə kim verdi? Bu gözəl paltarı sən hardan tapmısan? Ayla başına gələn hər şeyi anasına danışır. Və bunları eşidən Anya ayaqlarını yerə çırpır. Mən də istəyirəm, mən də istəyirəm, mən də belə gözəl şeylər, bu cür gözəl paltar istəyirəm deyib qışqırır, ayaqlarını yerə vurur. Anası deyir ki, Anya sən balacasan, sən quyuya tək düşə bilməzsən, sən nə edərsən? Deyir, yox, mən istəyirəm, mən istəyirəm. Nə anası, nə Ayla Anyanın fikrindən daşındıra bilmirlər. Və qız gəlir quyunun üstünə, Anya oturur vedrənin içinə və vedrəni sallayırlar quyuya. Bəli, Anya da düşür quyunun dibinə, yenə görür ki, quyunun dibində heç su zad yoxdur. Bir dənə dovşan da oturub, ayaqlarını tutub ufulduyur. Anya yaxınlaşıb dovşana deyir ki, sənə nə olub? Dovşan deyir, mənə kömək eləyə bilərsən, ayağıma tikan batıb. Anya deyir ki, yox, mənim sənə kömək eləməyə vaxtım yoxdur. Və çıxır gedir. Dovşan təəccüblə onun arxasınca baxır. Biraz keçəndən sonra gəlir o yarpaqları qurumuş, gülləri solmuş qızıl gül kolunun yanından keçib gedir. Və bu zaman qızıl gülün tikanları onun paltarına batır və o dönüb arxaya baxanda qızıl gül kolu dilə gəlib deyir ki, mən susuzluqdan yanıram, nə olar o arxdan mənə bir az su dök. Anya acıqdan deyir ki, ona mənim vaxtım yoxdur. Mənim vaxtım yoxdur ona. Deyir, çıxır gedir. Qızıl gül kolu onun dalınca baxır, heç nə demir. Bir qədər gedəndən sonra
Bir də görür ki, qabağında çox qoca bir nənə var. Anya yaxınlaşır nənəyə və deyir ki, mən qəşəng paltar istəyirəm, mən qızıl istəyirəm, qızıl əşyalar istəyirəm. Qoca nənə təəccüblə Anyaya baxır. Bu qızın kim olduğunu, niyə belə danışdığı nənəyə çox qəribə gəlir. Ancaq nənə deyir, ayıb yoxdur, mən sənə istədiklərimi verə bilərəm, amma sən əvvəlcə mənim başımdan bir tez sirkəni təmizlə. Anya nənənin saçlarına baxanda, oy, bu nədir, sənin başında nə qədər qurt var, böcək var, yox, mən sənin saçlarına əlimi vura bilmərəm, deyir. Nənə bir söz deməyib Anyaya baxır. Yaxşı qızım, onda sən evdə məni gözlə, otaqda, mənim evimdə. Mən sənə istədiklərimi gətirərəm. Anya gəlib içəri girir, görür ki, Ayla gördüyü kimi mizin üstündə bulaşıq qablar var, döşəmə süpürülməyib, yerlər yığışılmayıb, yataq çox pis gündədir, hamısı. Və heç birinə əl vurmur. Halbuki Ayla bunların hamısını danışmışdı. Dovşana kömək elədiyini, Qızılgülə kömək elədiyini, nənənin başının bitini təmizlədiyini, otağı səliqəyə saldığını, hamısını demişdi Anyaya. Ancaq Anya bunların heç birini eləmir. Oturur, gözləyir. Bir müddət keçəndən sonra nənə otağa girir, görür ki, otaq elə necə qoyub gedib elədir. Heç otaq səliqəyə salınmayıb. Nənə Anyaya baxıb deyir ki, hə qızım, sən nə istəyirdin? Anya tez cavab verir, mən qəşəng şəhzadələrin paltarından, Aylaya verdiyim paltardan istəyirəm. Mən qızıl, qiymətli əşyalar istəyirəm. Bax, Anyaya nələr vermişdin, mən onların hamısından çox istəyirəm, çox. Nənə ona qulaq asır, deyir, oldu. Keç o biri otağa. Anya o bir otağa keçəndə görür ki, güzgünün qabağında elə gözəl əşyalar, qızıldan üzüklər, sırğalar, hər şey var. Gözəl saç sancaqları var, hər şey var. Və başlayır ciblərini doldurmağa. Ciblərini yığır, boynuna, barmaqlarına salır, saçına nə qədər sancaq vurur, hər ciblərinin hamısını doldurur. Sonra nənəyə deyir ki, bəs paltar, axı mən şəhzadələrin paltarından da istəyirəm. Nənə deyir ki, yaxşı, pərdəni çək. Anyanı pərdəni çəkir və görür ki, əynində çox gözəl paltar var. Nənə deyir ki, Anya, bəlkə mənim yanımda qalasan, mənim qızım olasan. Anya deyir ki, yox, mən burada qalmaq istəmirəm. Mənim buradan xoşum gəlmir. Mən öz evimizə, anamın yanına getmək istəyirəm. Nənə deyir, yaxşı, onda gözlərini yum. Anya gözlərini yumur və gözlərini açanda özünü öz evlərinin qapısında görür. Elə bu anda xoruz başlayır möhkəmdən çığırmağa, banlamağa. Yenə ana da, Aliya da qaça-qaça gəlirlər, baxırlar, görürlər ki, Anya durub qapının ağzında. Amma Anyanın əynində külə batmış, palçığa batmış, cırıq, pis gündə, hisli, paslı bir paltar var. Və qulağında, boynunda, barmaqlarında dəmirdən qaralmış üzük, sırğa, saçında qapqara qaralmış saç sancaqları var. Anya əlini cibinə salanda hər iki cibindən bir ovuc dəmir, dümür, qırıq, sınıq əşyalar çıxdı. Anya ayaqlarını yerə vurub möhkəmdən ağlamağa başladı, qışqırmağa başladı. Bu nədir? Axı mənim o qoca qarı mənə qəşəng paltar vermişdi. Mən oradan çox qızıl əşyalar götürmüşdüm. Bəs hanı olar, hanım? Anası da, Ayla da Anyanı sakitləşdirdilər. Ayla dedi, danış görək nə oldu, necə oldu? Axı mənə də verdiyi qızıllar gördünüz ki, olduğu kimi gəldi. Bəs sənə nə oldu? Hələ danış, başına gələnləri bizə danış. Və Anya da olduğu kimi danışdı. Dovşanı qovduğunu, Qızılgülə su vermədiyini, qoca nənənin saçına heç baxmadığını, otağa əl vurmadığını, hamısını danışdı.
Anası Anya anasına baxıb təəssüflə başını buladı. Və nəhayət anası dedi ki, Anya ağlama. Bax görürsən, deyirsən ki, niyə Aylaya gözəl paltar verdilər, qəşəng əşyalar verdilər. Mənimkisi hamısı dəmir, dümür, hisli, paslı bir paltar oldu. Çünki sən xeyirxah deyilsən. Çünki sən tənbəllik eləmisən. Sən laqeydlik eləmisən. Bax o dovşan orada ufulduyurdu. Sən niyə ona kömək eləmədin? Bax axı qızılgül orada quruyurdu. Sən ona niyə bir vedrə su tökmədin? Bəs nənənin saçlarına niyə baxmadın? Otağı niyə yığışdırmadın, səliqəyə salmadın? Axı, gözəl balam Anya, onlar çətin işlər deyil, onlar çox asan işlərdir. Sən bunları niyə eləmədin? Bax, ona görə də sənə verilən o hamısı dəmir, dümür, hisli, paslı paltar, Aylaya isə belə gözəl, qəşəng əşyalar verildi. Yəni ona görə də artıq sən böyük qızsan. Anya, tənbəllik eləmək, laqeydlik eləmək, köməyə ehtiyacı olanlara etinasız olmaq, ona yardım etməmək çox pisdir. Bax, bir də yadından çıxartma, qoy bu sənə dərs olsun. Tənbəllikdən, biganəlikdən bir dəfəlik əl çək. Anya başını aşağı salıb, ana dinməz, söyləməz durdu. Sonra hönkür-hönkür ağlayıb anasının qucağına atıldı. Və o gündən sonra Anya da böyük bacısı kimi, Ayla kimi zəhmətkeş, anasına hər işdə kömək eləyən, köməyə ehtiyacı olanlara yardım eləyən bir qıza çevrildi. Nağılımız burada bitdi və göydən düşən bütün almaları nənə sizə bağışladı. İndi uşaqlar, bilirik ki, bütün nağıllarımızın bir mənası var. Bütün nağıllarımızda bir nəsihatamiz fikir var, ibrətamiz fikir var. Bəs burada nədir? Bəli, düz deyirsiniz. Eşidirəm deyirsiniz ki, tənbəllik yaxşı deyil. Bəli, tənbəl olmaq, heç kəsə kömək etməmək, ehtiyacı olanlara yardım etməmək, bunlar çox pis xüsusiyyətlərdir. Əksinə, zəhmətkeş olmaq, başqalarına kömək eləmək, əl tutmaq, həm insanı özünü xoşbəxt eləyir, özünü rahat eləyir, həm də başqalarını. Əgər biz birinə kömək eləyiriksə, o adam sevinirsə, o adam rahatlı olursa, axı biz də sevinirik, biz də xoşbəxt oluruq. Bu birinci. İkincisi də uşaqlar, neçə dəfə bütün nağıllarımızda demişəm ki, bizim kiçik dostlarımız, heyvanlar da, çiçəklər də, ağaclar da, kollar da, otlar da hamısı canlıdır. Necə insan canlıdır, onlar da canlıdır. Onlara da kömək eləmək, yardım eləmək lazımdır. Bir ehtiyacı olan heyvana bir su vermək, çörək vermək, ya yarası varsa ona yarasını bağlamaq, qurumuş ağacların dibinə su vermək. Bax, indi yaz fəslidir. Ağacların dibini boşaltmaq, belləmək, güllərə, çiçəklərə qulluq eləmək hamımızın borcudur. Bu həm insana rahatlıq, insana xoşbəxtlik gətirir, həm də kömək elədiklərimizə. Odur ki, uşaqlar, bacardığımız qədər həm bir-birimizə, dostlarımıza, yoldaşlarımıza, ailədə anamıza, atamıza, bacıya, qardaşa, hamıya, həm də öz kiçik dostlarımıza, hamıya kömək eləməyi bacarmalıyıq. Bu bizim insanlıq borcumuzdur. Bugünkü nağılımız bu qədər. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun.